Məsələlər söndü mü? Söndü. Niyə? Çünki iqtidar təqribən 3-4 ay dözdü, ciddi səhvlər eləmədi və nəticə etibarilə Gürcüstanda da vəziyyət pik hədlərdə 100 min, 120 min insan çıxırdı küçəyə. İndi tək-tək aksiyalar var. Nə bilim 5 nəfər, 3 nəfər bir yerə yığışıb hansısa şüar səsləndirirlər. Eyni şey Türkiyədə də mümkündür. Yəni aksiyaların yoruculuğu da var. İnsanlar davamlı şəkildə aksiyalara gələndə bir nəticə istəyirlər. Əgər erkən seçki ilə bağlı hansısa bir qərar bir aya, 2 aya olmasa, aksiyalardan da yorulacaq insanlar. Və artıq o pik nöqtələrdən aşağı vəziyyətə gələ biləcək. Amma həm də bayaq da dediyim kimi Kürd məsələsi, terror məsələsi həllini tapsa, may ayında təsəvvür edin ki, bu məsələ bitir. Bu Türkiyədə bir nömrəli gündəm olacaq, artıq digər gündəmlər arxa plana keçəcək. Natiq bəy, Suriya ərazisində Türkiyə ilə İsrailin toqquşma ehtimalları beynəlxalq mətbuatda yazılır bu barədə. İsrailin mətbuatında xeyli yazılar var. O ilə bağlı proqnozlarınız, təxminləriniz nədir? Birincisi, inşallah ki, belə bir şey olmaz. Heç birimiz bunu istəmirik. İnşallah ki, olmaz. Bugün elə Reuters agentliyinə müsahibəsində Hakan Fidan da bu fikri təsdiqlədi ki, Türkiyənin belə bir niyyəti, fikri və planları yoxdur ki, İsraillə üz-üzə gəlsin. Mən işin içini bilmirik də, biz indi nə vaxtsa bir 5 il, 10 ildən sonra xatirə kitabları siyasətçilər yazacaqsa, o zaman bəzi məsələlər üzə çıxır da. Məsələn, örnək olaraq deyim ki, son zamanlar məsələn Angela Merkelin bir xatirələr kitabı çıxdı Almaniyada. O vaxt və ehtimallar kimi danışılan bir çox məsələlər o kitabda təsdiqini tapdı da, özünün dilindən təsdiqini tapdı. Eyni şey burada da ola bilər. Mənim düşüncəm ondan ibarətdir ki, Suriyada olan hadisələrə baxanda görürük ki, həm İsrailin, həm Türkiyənin maraqlarına uyğun bir konfigurasiya yarandı. Bunlar bir-birinə niyə qarşı durmaya getsinlər ki? Yəni, əsas hədəf nə idi? Əsas hədəf o idi ki, Bəşər Əsədi İsrail də istəmirdi, Türkiyə də istəmirdi. Bəşər Əsəd yoxdur. Əsas hədəf o idi ki, İranın orada gücü sınsın, Rusiyanın gücü sınsın, zəifləsinlər. Hər ikisinin zəiflədib kənara atdılar. Yəni, burada hətta belə bir maraqlı detal da var. İsrail mətbuatı bu haqda çox yazdı. Hadisələr başlayanda dekabrın 8-də hadisələr başlamışdı. O vaxt hələ Bəşər Əsəd qaçmamışdı. Qaçmamışdan bir gün öncə. İraqdan deyilənə görə bu Şiə milisləri, yəni İrana bağlı proksi güclərin bir qismi köməyə gəlmək istəyib Dəməşqə. Və yolda onları İsrail bombalayıb. Yəni, əgər istəməsəydi İsrail ki, o indiki Əl-Şaranın dəstəsi, belə deyək, hakimiyyətə gəlsin və yaxud da Dəməşqə daxil olsun, elə niyə imkan verərdi ki, elə gələrdi İran proksiləri, onlar vuruşardılar da. Yəni, belə epizodlar çox olub, yeri gəlmişkən. Və dünyada da belə bir çox ciddi mətbuat orqanları da o zamanda yazdı. İndi də analitik yazılar mən görürəm tez-tez ki, belə üzdə dalaşsalar da İsraillə Türkiyə, lap dərinliklərdə ciddi əməkdaşlıq edirlər bu məsələlərdə. Və bu doğrudur. Əgər belədirsə, mən buna sevinərəm. Bu doğrudur. Çünki beynəlxalq təhlükəsizlik məsələlərində, regional təhlükəsizlik məsələlərində Türkiyə ilə İsrailin əməkdaşlığı region üçün çox vacibdir. Bu o demək deyil ki, İsrail tamamilə haqlıdır. Xeyr, Qəzza məsələsində təbii ki, orada uşaqların ölümü, ailələrin ölümü, 10 minlərlə günahsız insanların ölümü hamımızda çox böyük kədər hissi yaradır. Həddindən artıq, belə deyək də, bu hadisələrə kədərlənirik və bunun olmamasını diliyirik və düşünürəm ki, İsrail də başa düşür ki, belə addımlar dünya ictimaiyyətində ciddi bir negativ əks-səda doğurur və ümid eləyək ki, o bölgədə nə vaxtsa doğrudan da sülh və əmin-amanlıq gələcək. Amma məsələ budur ki, sülh və əmin-amanlığın gəlməsi üçün ora uzanan barmaqlar kəsilməlidir də. Ora uzanan ən böyük barmaqlardan biri həmişə İran olur. Həmişə. Həmin bölgədə proksilər vasitəsilə idarə edən bir gücə çevrilir son illərdə. Mən həmişə belə qəribə gəlirdi. Məsələn, İranda ən məşhur mitiklərdə olan şüar nədir? Kahr olsun Amerika. Yəni, Amerikanı söyürlər, təhqir edirlər. Amma Amerikanın çox belə ağılsızcasına İraqa müdaxiləsindən ən çox udan ölkə İran olmuşdu. İraqın Səddam vaxtında qapısından girə bilmirdi, pəncərəsindən necə deyərlər, baxa bilmirdi.
Amma Səddam devriləndən sonra İran İraqda oyun qurucu oldu. Hökumət formalaşdırırdı. Eyni şey Suriyada, eyni şey Livanda və məşhur o bütün mediada tez-tez səsləndirilən o Şia hilalı deyirlər. O qurşaq yarandı. İrandan ta Beyruta qədər bir quru yol yarandı və bu İranı xeyli dərəcədə gücləndirmişdi. Yəni bu da İsrail üçün təhlükə idi və bölgə üçün təhlükə idi. İndi Suriya hadisələrindən sonra bu təhlükə aradan demək olar ki, xeyli dərəcədə qalxıb və azalıb. Bu Türkiyənin xeyrinədirmi? Bəli. İsrailin xeyrinədirmi? Bəli. Yaxşı, onda niyə dalaşsınlar ki? Niyə vuruşsunlar ki? Yəni, əgər İsrail nə vaxtsa Suriya torpaqlarını bilirsiniz ki, Dəməşqin 20 kilometrliyinə qədər o Druzların yaşadığı bölgələrdə İsrail ordusu var. Əgər oradan çıxmaq istəməsə və fakt olaraq, faktoloji olaraq dünyada indi xəritələr dəyişir, sərhədlər dəyişir. Təəssüf ki, belə bir təlatümlü dünyada yaşayırıq da. Ukraynanın başına gələnlər ortalıqdadır, necə deyərlər. Əgər sərhədlərin dəyişməsi məsələsi yenidən gündəmə gələcəksə, o zaman elə Türkiyədə öz nəzarətində olan bölgələrin Türkiyə belə deyə patronajlığına keçməsində niyə narazı olsun ki buna? Nədən bunu istəməsin? Gələcəkdə gedir söhbət. Hətta imkan olsa gələcəkdə daha da böyüdülməsi, o Mosulun, Kərkükdə yaşayan türklərin, türkmənlərin də qorunaq altına belə bir Türkiyənin belə deyək, qanadı altına alınması mümkün olsa, lap yaxşı. Bilirsiniz, bəy, burada problemin dərinliyi gedir çıxır 19-cu əsrə hətta. Xəritələri xəttkeşlə çəkilən bölgədən söhbət gedir. Yəni, məntiq olmayıb, ciddi siyasi elitaların mübadiləsi olmayıb. Biri fransızla bir İngiliz, iki general, ya biri general olub, biri diplomat oturublar, xəritələr cızıblar yaxın şərqdə, Afrikanın şimalında, yaxın şərqdə, İraqla İran, İordaniya, Səudiyyə, nə bilim, Ərəb. Bu xəritələr, necə deyərlər, xəttkeşlə cizilib. İndi bizim izləyicilərimiz də görə bilər də, vizual da görünür. Görürsən ki, dünyanın hər yerində əyri-üyrü sərhədlər keçir belə. Amma burada elə bir sanki xəttkeşdir doğrudan da, düz xətt boyuyla sağdan sola, soldan sağa. Hətta bir məşhur belə bir hekayə var. Doğruluğunu hələ heç kim sübut eləmir, amma yalan olduğunu da heç kim söyləmir. O fransız diplomatla İngiliz generalı xəritələri cizərkən, İngiliz generalı İordaniya ilə Suriya arasında bir çıxıntı var belə, askırır və qələmi biraz yuxarı gedib yenidən aşağı gəlir. Sonra gülür. Deyir, niyə gülürsən? Deyir, qoy belə də qalsın, daha düzəltməyək. Qoy məndən tarixdə bir xatirə qalsın da. Yəni, askırağın yeri hətta sərhəddə belə görünür. Yəni, belə bir bölgədən söhbət gedir. Heç kimdə zəmanət yoxdur ki, bu süni yaradılmış sərhədlər həmişə qalacaq. Bir gün bu sərhədlər də dəyişə bilər. Və bu sərhədlər dəyişməsində əgər bölgədə əmin amanlıq istəyirlərsə olsun, o zaman Türkiyə və İsrail əməkdaşlıq etməyə, ən azından bir-birlərinin maraqlarını qorumağa borcludurlar sadəcə. Və burada da ən maraqlı detallardan biri nədir? Kürd terroru məsələsi bitsə, necə ki bitməyə doğru inşallah gedir və bu terror bitsə, bu da elə İsraillə Türkiyənin münasibətlərinin normallaşmasına səbəb olan əsas amillərdən birinə çevriləcək. Çünki bu məsələdə PKK-nı Sovetlər yaratsa da, Primakovun kuratorluğu ilə və Mərkəzi Komitənin qərarı ilə PKK yarandı 79-cu ildə. Sonradan SSR dağılandan sonra belə obraz desək, o terror təşkilatı yetim qaldı. Ondan sonra kim pul verirdisə onun proksisinə çevrilirdi. Onlara işləyirdilər və Türkiyə əleyhinə işləyirdilər, necə deyərlər. O zaman müxtəlif ölkələr o proksilərdən istifadə edirdi, o cümlədən İsrail də istifadə edirdi. İndi bu məsələ olmayandan sonra İsrail ilə Türkiyə arasında ciddi bir fikir ayrılıqlarına səbəb olan bir məsələ də aradan qalxacaq və mənə elə gəlir ki, bu bölgəmiz üçün də kifayət qədər yaxşıdır və sonda bu məsələ ilə bağlı bir haşiyə olaraq onu da deyim ki, Azərbaycanın İsrailə yaxşı münasibətləri də burada ciddi rol oynayır məncə və Türkiyə ilə İsrail arasında bir moderatorluq etmək, bəzi məsələləri birgə həll etmək, bir-biri ilə güzəştə getməyə belə deyək, çalışmaqda Azərbaycanın da rolu böyükdür və bu da çox önəmlidir məncə. Atiq bəy, İsrail mediasında Azərbaycan-Ermənistan münasibətlərlə bağlı Azərbaycan əleyhinə sanki ritorikadan istifadə olunur. O məsələdə Azərbaycan sanki sülh istəməyən bir qüvvələr kimi görsənir. Bu yəqin ki, bu barədə
təhlilləri görmüsünüz. Bu ilə bağlı sizin fikirləriniz maraqlıdır. Yəni İsrail nə görmək istəyir ümumiyyətlə? İsrail prosesi bölgədə necə görmək istəyir və yaxud da ki, necə gedir? Bu barədə ətraflı məlumat verin. Bu biraz fərqli məsələdir. Niyə? Çünki o daha çox Yerusəlim Post belə yazılara yer verir. O sırf solçu bir qəzetdir. Elə bil ki, İsrailin kommunistlərinin qəzetidir. Onların əsas düşməni Azərbaycan-Ermənistan məsələsi, yəni hədəfi daha doğrusu, üzr istəyirəm. Azərbaycan-Ermənistan məsələsi deyil. Onların hədəfi Netanyahu. Və Netanyahu Azərbaycanla yaxşı münasibətləri var deyə Azərbaycana qarşı tənqidi münasibət olmalıdır. Belə yanaşırlar. O, İsrail dövlətinin, hökumətinin mövqeyi deyil. İsrail demokratik ölkədir, kifayət qədər demokratik ölkədir. Söz azadlığı, sərbəst toplaşma azadlığı ən yüksək səviyyədə olan ölkələrdən biridir də. Yəni Yerusəlim Postda dediyim kimi o qlobal solçuların qəzetidir. Və onlar da belə yazılar yazırlar. Amma başqa qəzetlər də var, başqa saytlar da var. Azərbaycan haqqında çox yüksək fikirlərin də şahidi oluruq və Azərbaycanla İsrail arasında münasibətlərdə bir yeni səhifə açılması da gözlənilir açığı. Mən belə gördüyüm qədərilə, oxuduğum qədərilə intensiv danışıqlar gedir. Azərbaycanın İbrahim sazişinə, yəni Avraham sazişinə qoşulması məsələsi müzakirə olunur ki, bu da İsrailin kifayət qədər ciddi lobbiçilik nəticəsində ərsəyə gətirə biləcəyi bir məsələdir. Və mənə elə gəlir ki, burada bir ciddi problem görmürəm. Yenə təkrarım. Bu bilirsiniz çox qəribə bir şeydir dünya siyasətində. Məsələn, Britaniya ilə, İngiltərə ilə Azərbaycanın münasibətləri çox yaxşıdır. Tarixən belə olub. Son 30 ildə ümumiyyətlə dərinləşib. Həm iqtisadi, həm siyasi münasibətlər. Fransanın da Britaniya ilə heç vaxt yaxşı münasibətləri olmayıb. Üzdə gürsələr də, bir-birlərini qucaqlasalar da, tarixən bir-birlərinə qarşı müharibələr eləyiblər də. Dünya tarixində ən uzun müddətli müharibə ikisinin arasında olub. 100 illik müharibə kimi tarixdə qalıb. İndi Fransada Azərbaycanın qarşısında yer alır. Çünki Britaniya buradadır. Gedir Ermənistanla münasibətləri yaxşılaşdırır. Eyni şey Pakistanla Hindistan məsələsinə də aiddir. Pakistan Azərbaycanla yaxşı münasibətdədir deyə, Hindistanla düşməndir deyə, Hindistan da gedir Ermənistanın yanında yer alır. Eyni şey İsrailin daxili siyasətinə də aiddir. Netanyahu və komandası Azərbaycanla yaxşı münasibətlərdədir. Solçular bunlara qarşıdır. Deməli, solçular və Yerusəlim Post ona görə də Azərbaycanın müəyyən mənada hədəfə gətirən yazılar yazır. Yəni bu Azərbaycana qarşı yox, Netanyahuya qarşı olan yazılardır ki, İsrail mətbuatında ara-sıra iz görür. Natiq bəy, o İbrani sazişi ilə bağlı nə deyə bilərsiniz? O sazişə münasibətiniz, ümumiyyətlə Azərbaycan o sazişə qoşulmalıdırmı? Qoşulsa təhlükələr, təhdidlər, bu ilə bağlı fikirlərinizi bilmək istəyirəm. Əslində, mən ilk eşidəndə bunu mənə çox qəribə gəldi. Belə İbrahim anlaşması nədir? Ərəb və müsəlman ölkəliləri ilə İsrailin arasını düzəltmək. Azərbaycan müsəlman ölkəsi olaraq İsraillə ən yaxşı münasibətləri olan ölkədir. Yəni bizə belə baxanda İbrahim sazişi lazım deyil. Sadəcə mənim anladığım budur ki, Azərbaycanın artan nüfuzu var beynəlxalq müstəvidə. O cümlədən Ərəb ölkələri ilə çox yaxşı münasibətləri var. Əsasən də Birləşmiş Ərəb Əmirliyi ilə Azərbaycanın münasibətləri ümumiyyətlə belə yüksək səviyyədədir. Sadəcə Azərbaycanı o anlaşmanın içində bir problemləri həll etməkdə yardımcı olan bir ölkə kimi görmək istəyir İsrail. Mənə elə gəlir ki, burada İsrail tərəfdən yox, Ərəb ölkələri tərəfindən müəyyən maneələr yaradıla bilər. Bu sazişdə iştirakın Azərbaycan. Natiq bəy, üzr istəyirəm, həm də deyəsən Qazaxıstandan Özbəkistan da adı çəkilirdi həmən sazişdə. Bəli. Çəkilir, Qazaxıstan və Özbəkistan da adı çəkilir, amma ən çox adı hallanılan Azərbaycandır. Hətta hatırlayırsınızsa dünyanın ən məşhur belə Yahudi ravinləri və lobbiçiləri həm Trumpa, həm də Amerika Konqresinə müraciət eləmişlər Azərbaycanın həmin anlaşmada iştirakına və problemlərin həlli ilə bağlı. Hələlik bu kontekstdə Qazaxıstan və Özbəkistan adı sadəcə çəkilir, amma konkret addımları biz görməmişik. Mən şəxsən açığı Azərbaycanın orada iştirakını müsəlman dünyası ilə İsrail arasında bir moderator rolunda görürəm. Başqa cür belə bir yeri görünmür. Çünki niyə görünmür? Yenə təkrarım. İbrahim anlaşması müsəlman dünyası ilə İsraili barışdırmaq üçündür. Azərbaycan müsəlman ölkəsi olaraq İsraillə nə problemi var ki, biz onunla barışaq? Əksinə, həm yaxın müttəfiqlərdən biridir və yaxud da Azərbaycanla normal, yaxşı münasibətləri olan ölkələrdən biridir. Yəni, bu anlamda Azərbaycanın orada iştirakının mənası yoxdur.
Amma moderator kimi, müsəlman dünyası ilə İsrail arasında bir danışıq masası kimi, danışıq masasının quran bir ölkə kimi maraqlı ola bilər. İndi gələcəkdə görək hansı nəticələr doğuracaq. Təşəkkür edirəm. Tamaşaçılarımızdan xahişim ondan ibarətdir ki, efirimizi bir dəfə bəyənib paylaşsınlar ki, səsiniz